Hörmətli tamaşaçılar, xatırladaq ki, Türkiyənin hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı son məlumatları operativ şəkildə diqqətinizə çatdırıq və əməkdaşımız Ruslan Həssanov elə hadisə yerinin çox yaxınlığındadır. Birbaşa bağlanaq Ruslana, görək Ruslanda son dəqiqə məlumatları nədən ibarətdir? Ruslan, buyurun, eşidirik siz, efirdəsiz. Hazırda hadisənin baş verdiyi məkana doğru irəliləyirik. Təxminən 20 kilometr məsafə bizi ayırır. Bilirsiniz ki, Gürcistan Daxili İşlər Nazirliyi hadisədən sonra rəsmi açıqlamalar yaydılar və deyə bilərəm ki, onlara isnadən deyə bilərəm ki, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Kaxeti bölgəsində, konkret olaraq Sığnağı bələdiyyəsi yaxınlığında qəzaya uğrayıb. Relyef çətin relyefdir. Hazırda əraziyə doğru yolsuzluq şəraiti ilə hərəkət etməkdəyik. Qəzadan əvvəl təyyarə Gürcistan hava məkanını keçdikdən bir neçə dəqiqə sonra radarlarla əlaqəni itirib və heç bir həyəcan siqnalı göndərməyib. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Cinayət Məcəlləsinin hava nəqliyyatının istismarı qaydalarının pozulması nəticəsində insan ölümü ilə bağlı maddə çərçivəsində araşdırma davam etdirilir. Bu o deməkdir ki, hadisənin səbəbləri çox diqqətlə öyrəniləcək. Həm texniki, həm də insan faktorları nəzərdən keçiriləcək. Hadisə yerində axtarış, xilas etmə əməliyyatları hazırda davam edir. Gürcistan tərəfi həm Azərbaycan, həm də Türkiyə tərəfinə istinadən məlumatlar paylaşaraq bildirir ki, ictimaiyyətə əlavə məlumatlar mərhələli şəkildə təqdim olunacaq. Eyni zamanda Türkiyə tərəfi də Fövqəladə Hallar Agentliyi və hərbi xilas etmə qrupları vasitəsilə bölgəyə dəstək göndərir. Bu da istintaqın həm iki tərəfli əməkdaşlıq çərçivəsində, həm də beynəlxalq aviasiya protokollarına uyğun aparılmasını təmin edir. Bir qədər əvvəl əldə etdiyi məlumata görə hadisə yerində Gürcistanın Daxili İşlər Naziri Gela Giladze şəxsən iştirak edib. Nazirə səfər zamanı birinci müavini və Kaxeti vilayəti üzrə dövlət nümayəndəsi Aladaşvili və Nazirliyin müvafiq qurumlarının nümayəndələri müşahidə ediblər. Biz isə yolumuza davam edirik. Hələlik təqdim edəcəklərimiz bunlar idi. Çalışacağıq hadisə yerindən ən son məlumatları diqqətinizə çatdıraq. Təşəkkür edirik, Ruslan.